Hər vaxtınız xeyir. Qərb Xəbər TV-də xəbər vaxtıdır. 16 aprel 2025-ci il. Rəsmi xəbərlər. Gürcüstan prezidenti Mixail Kavelaşvili Bakıda Azərbaycanın baş naziri Əli Əsədovla görüşür. Bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən regional və beynəlxalq formatlarda uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bildirilib ki, əsas diqqət ticarət, iqtisadi münasibətlərin dərinləşdirilməsinə və birgə regional layihələrin inkişafına yönəlilir. Xüsusilə orta dəhlizin əhəmiyyətli və yük daşıma imkanlarının artırılması məsələləri vurğulanıb. Tərəflər həmçinin Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunmasının vacibliyini qeyd ediblər. Kavelaşvili Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəyişməz dəstəyə görə baş nazir Əli Əsədova təşəkkürünü bildirib. Xarici xəbərlərlə davam edirik. Tramp İranla dialoqa açıqdır. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İran rəhbərliyi ilə dialoqa açıq olduğunu bildirib. Qərb.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karoline Levitt briefing zamanı açıqlama verib. O qeyd edib ki, Trump yaxın günlərdə Oman Sultanı Heysəm bin Tariq Əl-Səid ilə bu mövzu ətrafında telefon danışıqlığı aparıb. İrana qarşı maksimum təzyiq kampaniyası davam edir. Lakin bildiyiniz kimi prezident dialoq və məsləhətləşmələrə üstünlük verdiyini açıq şəkildə ifadə edib deyə Levitt bildirib. Böyük Britaniya Avropa İttifaqı ilə ticarət sazişi imzalamağa yaxındır. Britaniyanın baş naziri Keir Starmer Avropa İttifaqı ilə ərzaq və baytarlıq standartlarına dair saziş imzalamağa yaxındır. Qərb.com Britaniyanın Telegraf qəzetinə istinadən xəbər verir ki, bu saziş Böyük Britaniyanın ABŞ-la ticarət razılaşmasını təhlükə altına qoya bilər. Söz gedən razılaşma Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Britaniyada satışa çıxartmaq istədiyi Amerika məhsullarının bu ölkəyə girişini məhdudlaşdıra bilər. Məlumata əsasən saziş artıq gələn ay imzalana bilər. Qəzzada hərbi əməliyyatlar nəticəsində azı 23 Fələstinli həyatını itirir. Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində azı 23 Fələstinli həyatını itirib. Qərb.com xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb. Məlumata görə İsrail hərbiçiləri Fələstin anklavının müxtəlif ərazilərinə hava və artilleriya zərbələri endiriblər. Amerika bəzi ölkələrə yardım layihələrini maliyyələşdirməkdən imtina edib. ABŞ Dövlət Departamenti Ermənistan da daxil olmaqla müxtəlif ölkələrdə həyata keçirilən xarici yardım layihələrinə ayrılmış ümumilikdə 215 milyon dollar dəyərində maliyyəni ləğv edib. Qərb.com xəbər verir ki, bu barədə ABŞ Səmərəliliyi Departamenti məlumat yayıb. Bəzi xarici yardım proqramlarının məqsədəuyğunluğu Dövlət Departamenti tərəfindən yenidən nəzərdən keçirilir. Dövlət katibi Rubi bugün dəyəri 215 milyon dollar olan 139 faydasız qrantın ləğv olunduğunu elan edib. Qurumun X hesabındakı paylaşımında bildirilir. Məlumata görə ləğv olunan qrantlar arasında Dövlət Departamentinin Ermənistanda, Bolqarıstanda, Braziliyada, Böyük Britaniyada, Qırğızistanda, Liviyada, Mavritaniyada, Moldovada, Tunisdə, Özbəkistanda və Şri Lankada həyata keçirdiyi müxtəlif proqramlar yer alır. Ukraynadakı münaqişənin həlli üzrə aparılan danışıqlar çətin keçir. NATO-nun baş katibi Mark Rutte Ukraynadakı münaqişənin həlli prosesinə müdaxilə etmək niyyətində deyil. Qərb.com xəbər verir ki, Rutte bunu Ukrayna prezidenti Volodymyr Zelenski ilə birgə mətbuat konfransında bildirib. Baş katib danışıqların asan getmədiyini etiraf edib. Ukraynadakı münaqişənin həlli üzrə aparılan danışıqlar çətin keçir. Bundan əlavə, o ABŞ prezidenti Donald Trump'ın münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəklədiyini bildirib. Amerika Birləşmiş Ştatları Suriyadan qoşunlarını çıxarmağa başlayacaq. ABŞ yaxın 2 ay ərzində Suriyadakı hərbi kontingentinin mərhələli şəkildə çıxarılmasına başlayacaq.
Qərb.xəbər.com xəbər verir ki, bu barədə məlumatı Ynet portalı yayıb. Portal yazır ki, ABŞ Təhlükəsizlik Xidmətinin nümayəndələri İsrailin xüsusi xidmət orqanlarının rəhbərliyini bu qərar barədə məlumatlandırıblar və qoşunların mərhələli şəkildə çıxarılmasına 2 ay ərzində başlanacağını bildiriliblər. İranla əldə ediləcək razılaşma Trampın siyasətlərinə uyğun olmalıdır. İranla istənilən razılaşma yalnız Tehranın nüvə zənginləşdirmə və silah proqramını dayandırması və ləğv etməsi halında mümkün olacaq. Qərb.xəbər.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Utkov bildirib. O qeyd edib ki, İranla əldə ediləcək potensial razılaşma Prezident Donald Trumpın siyasətlərinə uyğun şəkildə qurulmalıdır. Utkov, Tehranın nüvə proqramının aradan qaldırılmasının vacibliyini vurğulayıb. İranla saziş yalnız Trumpın razılaşması olduqda tamamlanacaq. İstənilən yekun razılaşma yaxın şərqdə sülh, sabitlik və rifah üçün çərçivə yaratmalıdır. Bu o deməkdir ki, İran nüvə zənginləşdirmə və silahlandırma proqramlarını dayandırmalı və ləğv etməlidir. Dünya üçün ədalətli bir razılaşma yaratmaq vacibdir. Trumpın məndən istədiyi budur. Utkov bildirib. Ukrayna prezidenti Volodymyr Zelenski faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib. ABŞ-la Ukrayna ərazilərindəki faydalı qazıntı yataqlarının işlənməsi üzrə danışıqlar müsbət məcradadır. Yeni görüşlərin keçirilməsi nəzərdə tutulur. Qərb.xəbər.com 24 TV UA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodymyr Zelenski Odessada NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında deyib. Ukraynanın dövlət başçısı bildirib ki, aprelin 20-sinədək davam edəcək müzakirələrdən sonra nümayəndə heyətləri razılaşma ilə bağlı təkliflərini təqdim edəcək. Bu, əsasən texniki işlərlə məşğul olan heyətlərin görüşü idi. Sonraki mərhələdə müzakirələrin həm birbaşa, həm də onlayn formatda davam etdiriləcəyini bildirib. O, əlavə edib ki, indiyə qədər hər iki tərəf görüşü müsbət başa vurub. Trumpın hələlik Ukraynaya səfəri planlaşdırılmayıb. ABŞ prezidenti Donald Trumpın hələlik Ukraynaya səfəri planlaşdırılmır. Qərb.xəbər.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Levitt jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, Ukrayna prezidenti Volodymyr Zelenskinin Trump'a etdiyi dəvətlə bağlı sualı belə cavab verir. Mən bu barədə prezidentlə danışmamışam. Onun Zelenskinin dəvətini görüb-görmədiyini də bilmirəm. Yəqin ki, görüb. Ondan soruşa bilərəm. Hazırda Trumpın Ukrayna səfəri ilə bağlı bölüşə biləcəyim konkret bir plan yoxdur deyə Levitt bildirib. Qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb. Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb və bəzi əraziləri su basıb. Qərb.xəbər.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhər ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilas Etmə Xidmətlərinin Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarda əməliyyat davam etdirilir. Buraxılışımızı idman xəbəri ilə davam edirik. Çempionlar Liqası yarımfinalının 2 komandası məlum olub. UEFA Çempionlar Liqasının 4-1 final mərhələsinin cavab görüşləri başlayıb. Qərb.xəbər.com xəbər verir ki, ilk oyun gününə 2 qarşılaşma baş tutub. İspaniyanın Barcelona komandası Almaniyada Borussiyanın, Fransanın PSG klubu isə İngiltərədə Aston Villa'nın qonağı olub. Barcelona və PSG rəqiblərini məğlub olsalar da 2 oyunun nəticələrdə əsasən yarım finala yüksəliblər. UEFA Çempionlar Liqası 4-1 final cavab oyunları Borussia Dortmund Almaniya və Barcelona İspaniya 3-1. İlk oyun 0-4 ilə nəticələnib. Aston Villa İngiltərə və PSG Fransa 3-2 olub. İlk oyun isə 1-3 hesabı. 2 oyunun nəticələrinə görə yuxarıda qeyd etdiyimiz kimi Barcelona və PSG növbəti mərhələyə yüksəliblər. Qeyd edək ki, ilk raundun digər cavab maçları aprelin 16-sında keçiriləcək. Bugün
Çempionlar Liqasının 4-1 final mərhələsinə yekun vurulacaq. UEFA Çempionlar Liqasının 4-1 final mərhələsinə bugün yekun vurulacaq. Qəhrəman.com-un məlumatına görə ikinci oyun günündə son yarım finalçılar müəyyənləşəcək. Real doğma meydanda Arsenalla üz-üzə gələcək. Bavariya klubu isə İtaliyada Interin qonağı olacaq. UEFA Çempionlar Liqası 4-1 finalın cavab oyunları bugün saat 23-də Real İspaniya və Arsenal İngiltərə. İlk oyunun nəticələrinə görə Arsenal 0-3 hesabı ilə qalib gəlib. Saat 23-də isə Inter, İtaliya və Bavariya Almaniya qarşılaşacaq. İlk oyunda isə İtalyanlar 2-1 hesabı ilə qalib olublar. Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarım final mərhələsinə aprelin 29-da start veriləcək. Dəyərli Qərb Xəbər izləyiciləri, bununla da saat 12-yə olan xəbər bültenimizi yekunlaşdırırıq. Xoşça qalın, Qərb Xəbəri izləməkdə davam edin.